Mən şəhadət eylirəm ki, laməkansan ey Xuda. Sən lətifsən, sən nəcismu, sən nə cansan ey Xuda. Bir fəqət biləm anamdan, bir fəqət biləm anamdan, mehribansan ey Xuda. Sensiz olsam qəm kədər, həsrətlə həlak eylər məni. Ey ilahi sən mənim, ey ilahi sən yaxınsan, şah damarımdan mənə. Sən əzizsən, hər əzizlərdən, hər nə varımdan mənə. Ver nicat nola mənim öz ixtiyarımdan mənə. Ya Rəbb, bəndənin öz ixtiyarı olmasa izzət tapar. Bəlkə ol dəm kimliyimdən bir dəyər qiymət tapar. Hamı gəlib bu qapıya bugün əfv olmağa, günah bağışlatmağa. Axırın gecəmizdir, nəmli gözlərlə gedək Əleyhisselamın qapısına, aram qəlbinə gedək Əmirəl-Mömininin qapısına. Ey ilahi bir qələm çək etdiyim nöqsanlara, qoş məni neymət verilmiş sevdiğin insanlara. Ya Rəbb, izni vermə cismu canım qul ola şeytanlara. Sən rəhimsən, mən günah bir qulaməm, əfv elə. Ya Rəbb, tut əlimdən haqq yolundan, bir nizamam, əfv elə. Ya Rəbb, hamının dilindən deyəcəm bunu. Ya Rəbb, çox peşimanəm, çox peşimanəm, əməldən göz dolu kövrəlmişəm. Mahi rəhmət bir dəlildir, rəhmətindən bilmişəm. Söz sənindir, əmr edibsən, gəl deyibsən, gəlmişəm. Sailəm bir şey əta et ki, əli boş getməyim. Ay ay, bugün axır gecələrimizdir. Bugün Əleyhisselamın qəmli gecələridir, Zəhranın qəmli gecələridir. Hər il Qədr gecəsi gələndə əvvəl yadımıza düşən bir şey olar ki, Həzrət Əleyhisselamın şəhadəti. Allah Əleyhisselamla bizi məhşur eləsin dünya və axirət. Hər ağlayanda
Zeynəbi yada salın bu gecələr, Hüseyni yada salın. Ramazanda başı münşəq olanı yad eləyin. Bu əməllə yaralı Fatiməni şad eləyin. O əlidir ki başı Ramazanda münşəq oldu. O mübarək üzünə, surətinə qan doldu. Baxmadı düşməninin xəncərinin hiləsinə, neynədi? Qoydu öz alnını mehrabda şükür səcdəsinə. Dünyanı, aləmi yandırmalı bir şükür elədi, neynədi? Dedi ya Rəbb, göyləri, yerləri yandırmalı bir şükür elədi. Günəşin doğduğu tək, batan tək soldum. Kəbənin Rəbbinə and olsun, rahat oldum. Ağlamalı yeri burası dedi. İlahi, səbrimin faciəsi Fatime-i Zəhradır. Mən Zəhradan sonra ölmüşəm. Mən Zəhradan sonra can vermişəm. Balalar ətrafını əlıblar əlinin. Əvvəl gedib yanan qapıya. Allah bizə xanım Zəhra ilə qiyamətdə, axirətdə, dünyada məhşurluq əta eyləsin inşallah. Əli nə cür ağlayardı Zəhra dünyadan keçəndə. Amma bir kəlmə bunu deyim inşallah. Hamının ağladığı bir nöqtə var ki, hər il Məhərrəm gələndə Zeynəbə ağlayar gözlər. Hamının qəmində Zeynəb şərik oldu. Amma özü dünyadan gedəndə nə yanında bir qardaşı qaldı, nə atası qaldı, nə ağlayanı qaldı Zeynəbin. Dedi Allah mən Zeynəbəm, mən Zeynəbəm, zəmanə mənə sinə dağladı. Gül bəslədim, həvadisi əyyam əyaxladı. Zəhra evində səy elədim bir çıraq yana. Sani atan qapını çəkib şimri bağladı. Mən həmən Zeynəbəm, Zəhranı yarələrim mən bağlamışam. Mən həmən Zeynəbəm, atam Əlinin başını yarəsin mən bağlamışam. Mən həmən Zeynəbəm, mən Zeynəbəm, Hüseynə dil dağlamışam. Ağlayan gözler ve canım kurban. Amma bir rozə var burada alemi yandırar. İnşallah gedək o yanan qapıya. Dedi baba, vaxt oldu yanam Zəhra, axır vaxtlar idi. Gəldi tutdu əlimdən, dedi ya əmir əl-müminin, gəldi tutdu əlimdən, məni yapardı bir otaqda. İkimiz beraber olduk, gördüm bir sandığın ağzını açtı. Hacətimi al nəzərə, bunu atası Əliyə. Atası Əli nənəm dərd olanda danışdı Zeynəb. Dedi ya əmir əl-müminin, açdı o sandığın ağzını, dedi ya Zeynəb, bu mənim kəfənimdir. Dir ağladım ana ya Zəhra, bu nədir mənə verirsən? Ağladım, sızladım, gördüm bir kəfəndə çıxardı. Dedi kızım bu kəfəndə at on Əlinin kəfənidir ya Zeynəb. Ay aman, gördüm ikinci kəfəni çıxardı.
Gördüm üçüncü kəvvəni çıxartdı. Dedim ana ya Zəhra, day mən bu müsibətlərə dözənmərəm ya Fatimə. Gördüm üçüncü kəvvəni çıxartdı. Dedi ya Zeynəb, bu kəvvən də məzlum Həsənin kəvənidir. Ay Zeynəb, ay Zeynəb. Ana ya Zəhra, gördüm belə baxdı mənə. Dedim ana ya Zəhra, sən yanda verirəm, Hüseyin dinən məndən qalacaq. Mən Hüseyinsiz qalanmaram, ayrılanmaram. Ya Zeynəb, Zeynəb deyir, ağladım, sızladım. Bu gecənin ən qəmli şəxslərindəndir Zeynəb. Bu gecə Zəhra əvəzi Əliyə ağlayandı Zeynəb. Zeynəb yad eyləməmiş bu gecələri əli boş gedərik vallah. Baxa bax sən Allah, gördüm belə sandığın ağzın bağladı. Dedim ana ya Zəhra, gözümün yaşını sildim. Dedim elə bil Hüseyin mənlə qalacaq ya Fatimə. Gördüm anam başını saldı yaşadı. Dedi ya Zeynəb, güncələr, hacətivi al nəzərə. Güncələr, Aşura günü, qəmli gün, nəvalı gün, əsalı gün. Ya Zeynəb, onda ya Zeynəb, qardaşıma kəfən çapılmaz. Ay Zeynəb, ay Zeynəb. Ay aman ya Zeynəb. Ana mən neyniyərəm ya Fatimə, neyniyərəm ya Zeynəb. Amma bir məqtəl var, axırın cümləm olsun inşallah. Əliyə danışdı bunları. Dedi ya baba, səndən ayrılamaq da mənə çox çətindir ya Əmir əl-Müminin. Dedi ay baba, Zeynəbə səs ver, yalqız qoyma Zeynəbi. Sən yanar Zəhra, ağlatma, yandırma Zeynəbi. Mən sənsiz neynərəm ya